şərəfdir. Azərbaycan şərəfdir. Görübsüz biri bir yanlış iş görər, sonra bir ayrı adamı axtarar tapar ki, o günahı yıxa onun boynuna. Cümhuri İslami ilə Pəhləvi də əl-ələ verdilər və neçə minlərcə insanın qətlamına səbəb oldular. İndi bu əldə qalmış böyük bir günah, bir suçu birinin boynuna yıxmaq lazım. O da nədir? Azərbaycan və pantürklər. O pantürklər ki, deyirlər bizim ana dilimizi niyə yasaq edibsiz? Götürmək bəhan verirsə. Ağa. O pantürklər ki, deyirlər Urmu gölünü niyə qurudubsuz? O pantürklər ki, deyirlər ki, niyə Azərbaycanın yeraltı, yerüstü qaynaqlarını, mənabeyini çəkib Tehrana aparırsınız və verirsiniz farslar xərcləsin bunu. Bu pantürklər indi günahkar olublar. Birisi çıxıb Almaniyada deyib ki, Azərbaycan şərəfdir. Seyyid Əlivi şərəfdir. sonra da molla qaçıb çıxıb mənbərə deyib ki, Azərbaycan şərəfdir. Pəhləvi bir şərəfdir. öz arazda bir savaş var. Niyə bu savaşı çəkirsiniz Azərbaycana? Azərbaycanın tək bir sloqanı var, o da bəllidir. Azərbaycan öz yolunu tapıbdı, səltənəti, vilayəti çoxdandır ki, atıbdı və o şahçılar ki, bəlkə bir aydır, 2 həftədir, təzə yadlarına düşüb ki, bunlar türk imişlər və başlayıblar türkcə danışmaya. Əziz yoldaşlar, mən bu videonu türk dilində götürürəm. Üçün istəyirəm Azərbaycan milləti ilə 2 dəqiqə danışam və یه موضوعی هم هست که من میخوام به زبان خودم بگم. O da budur ki, əziz həmşəhrilərimiz. Azərbaycan oyaqdır, Pəhləviyə dayaqdır. Onlar bunu bilsinlər ki, o zaman ki məşrutə zamanında Azərbaycanlılar öz dövlətləri olan Qacar dövlətinə qarşı mücadilə edib. Çünki istemara qarşı mücadilə edirdilər. Azərbaycan üçün fərq etməz. İstemar kim olursa olsun öz dövlətlərini yıxdılar. Və Cümhuri İslami gələndə də elə həmin Azərbaycanlılar Təbrizdə Xumeninin əkslərini yırtanda elə siz ki o zaman hələ səltənət tələb deyildiniz. Cümhuri İslam ilə birlikdə basıb nəftin pulun yeyib qəşəng, gözəlcə yaşayırdı Cümhuri İslam ilə. İndi bir neçə ildir ki artıq nəftin pulu yoxdur, qoyubsuz, qaçıbsız İrandan, gəlibsiz Amerikaya, Kanadaya, Avropaya, indi olubsuz səltənət tələb. Azərbaycan tək bir şey üçün xiyabanlara çıxacaq, o da öz milli mənafeyi üçündür və Azərbaycanın tək bir sözü var. Öz əlimiz, öz başımız.